Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən Əlaçı İntellektual oyununun 22-ci mövsümünün çəkilişləri baş tutub. Mən Şabran şəhərindən qatılıram. Tofiq Abbasov, 1 nömrə Tofiq Abbasov məktəbini təmsil edirəm. Əlaçıya uşaq vaxtlarımdan baxırdım. Yəni təsəvvürümə gətirməzdim ki, bu verilişə qatılaram. Bu çox həyəcan hissi keçirirəm. Mənim üçün böyük qürur hissidir bu. Tiyəzən şəhər Cəfər Cabbarlı adına 1 nömrəli tam orta ümumi təhsil məktəbindən qatılıram. Uşaqlıqdan bu verilişi izləyirəm və inanırdım ki, bir gün mən də burada olacağam və hal-hazırda buradayam. İnanıram ki, maraqlı oyun olacaq, layiq olan qazansın. Hər kəsə uğurlar. Mingəçevir şəhər Təbiət, Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseydən bu yarışa qatılıram. Uşaqlıq vaxtlarından izləyirdim və hər zaman izləyərkən bu yarışda qatılmağımı istəyirdim. Bu gün də bu yarışda iştirak etdiyim üçün həqiqətən çox xoşbəxtəm. Bu yarış çox həyəcan verici bir yarışdır. İnşaatlar öz intellektuallarını yarışdırırlar. Ümid edirəm günün sonunda qalib mən olaram. Laçın rayon Alçaylı tam orta məktəbdən gəlmişəm. Uşaq vaxtından həmişə xəyalım Əlaçıya qatılmaq idi, amma heç xəyal edə bilməzdim ki, mən Əlaçıya bir gün gələcəm. Bütün iştirakçılara uğurlar arzu edirəm. İntellektual oyunun keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə dərin biliklərə malik, intellektual potensialı yüksək olan gəncləri üzə çıxarmaq, məktəbləri bu sahəyə maraq göstərməyə həvəsləndirmək və onların asudə vaxtlarını səmərəli təşkil etməkdir.